Herkese salam, kanalıma hoş gelmişsiniz kızlar. Yeni vlogumuza başlayırıq. Bugün günün ikinci hissəsindən də keçib artıq. Geç çəkirəm bugün vlogumu. İşlərim var idi. Səhər oyanmışam. Hamını yedizdirdim, yola saldım. Sonra demək axşamdan dünən ləvəngi eləmişəm bizim milli yeməyimizi Talışların mətbəxindən və balıqları çıxartdım balkondan. Bozu açıldı səhər. Səhər durmuşam, onları təmizləmişəm. 3 balığın 3-ü də o qədər içində külü çıxdı ki, qızlar, dəhşətli dərəcədə. İnanın, hər balığın içində hardasa 700-800 qram külü var idi. Birinin külüsünü saxladım. Demək, bizdə çərşənbə axşamı biz həmişə balıq bişiririk və külü hökmən olmalıdır. Talış mətbəxində bu var. Talışlar bunu yaxşı bilir. Və ümumiyyətlə mən ayrı seçkilik heç vaxt eləmirəm. Talış Azərbaycanlı eyni şeydir mənim üçün. Mən özümü Azərbaycanlı hesab eləyirəm. Çünki mən o ölkənin övladıyam. Mənim vətənim də Azərbaycan, amma ki biz Talış zonasındanıq. Təbii ki, ona görə mən bunu qeyd edirəm ki, yəni bizim mətbəxin yeməyidir. Və bugün günortayı mən balıq ləvəngisi elədim sobada, kürü ilə bir yerdə və aş süzdüm. Yeməyimizi yedik, yoldaşım gəldi, yeməyi yedik və mənə lazım idi sroçkən getmək. Çünki mənim böyük baldızım xəstəxanada yatmışdı. Ora gedə bilmədim. Sözün düzü, xəstəxana ab-havasını da sevmirəm. Düşünmüşdüm ki, evə gələcək, evlərinə gedərik. O kiçik baldızımla getdik. Getdik, bugün də idi ona və biraz oturduq. Sonra yoldaşıma zəng elədim. Gəldi dalımca. Bugün mən hətta avtobusa minmişəm burada. Hava biraz şaxta olsa da hardasa 16 dərəcədir. Mənim üçün çox qəşəngdir 16 dərəcə. Çünki burada 16 dərəcə redka hallarda olur qızlar. Fevral ayının olmağına baxmayaraq. Belə, dırnaqlarımı qızlar söktüm. Baxın, söktüm ona görə ki, indi inşallah ki, sabah yox birisi gün. Bugün ayın 17-sidir. Birisi gün inşallah ki, müqəddəs Ramazan ayımız başlanır. Mən istəyirəm ibadətimi tam doğru düzgün eləyim. Mən bütün Ramazan boyu oruç tuta bilməsəm də, çünki mən müəyyən səbəblərə görə qızlar, mən onu bacarmıram. Amma bacardığım qədər edəcəyəm ki, inşallah və ibadətlərimi, namazlarımı əsirgəməyəcəm. Ona görə dırnaqla sayıram ki, düzgün deyil. Söktüm bunları bugün. Belə. Demək ki, mənim bir dənə deyim sizə də, məndə belə bir problem var ki, mənim öz kisəm yoxdur deyə. Ona görə mənə ac qalmaq, mənim mədəmdə problem olur vaxtilə. Mədəm yazva olub, 12 parmaq yazva var idi məndə. Şükür Allaha ki, keçib gedib, bu çoxdankı söhbətdir. Amma bu hamısı mənim öz kisəmə görə idi. O mənim çox fəsadlar yaradırdı. Məndə Xəvərə 2 yaşı var idi Xəvərin. Mən öz kisəmi çıxartdırmışam da yoldaşımın, necə deyirlər, nastoyçivost deyirlər ki, məcbur elədi məni ki, get. Çünki həqiqətən mən minnətdaram ona görə. Ondan sonra mən ağrısız bilirəm ki, həyat nədir. Çünki çox məni incidirdi o daşlar. 5 ədəd daş çıxdı o vaxtı. Ona görə də mən bugünkü gündə ac qalmaq mənə nəbsə uyğun gəlmir. Bilmirəm nədən. Bir gün mən oruç tutanda, ikinci günü bilirsiniz, rəngim özünü saat bildirir. Ona görə də mən risk eləmirəm sağlamlığıma görə. Bilirəm ki, sağlamlığını risk altına qoymaq da heç Allah onu qəbul eləməyəcək. Ona görə bacardığım qədər inşallah ki, mən oruç tutacağım inşallah və ibadətlərimi edəcəm Allahın köməyi ilə. Belə. İndi qızlar gələndə girdim Krasnı Beli mağazininə. Demək, evdə uşaqlar şirini bitmişdi deyə girdim. Səhər xəbər durmuşdu, gördüm ki, nasteryası yoxdur. Mən deyir ki, çayı heç nə yoxdur evdə. Dedim ki, bəs var, amma o artıq onları istəmirdi. O yeyib bezib. Ona görə də Monetkaya gelmədim, getdim Krasnı Beliyə. Orada ona uyğun şeylər aldım. Bu qara çörəkdir, qızlar. Svejiydi, onun yanında pekarni vardı, pekarni də aldım. Sonra bunlar Xəbərin sevimlisidir. Bunları çox sevir, bilmirəm, mənim heç xoşum gəlmir. Mənim üçün çox yağdadır, ona görə də mən onu ümumiyyətlə sevmirəm. Bundan provad eləməmişdik, pirojinka. Bunların qiyməti 32 rubl idi məncə, daha biraz da ucuz idi. Çək götürmədim, yalan danışıram. Bilmirəm nə qədərdir, yadımdan çıxdı. Bunlar da Monetkaya nisbətən qızlar bu şirinlər ucuzdur. Krasnı Belidə. Ona görə orada aldım.
Bu da 4 tane desen almıştım kürələrdən. Sonra belə çuda aldım. Çuda 4 adet çuda götürdüm kızlar. Sonra belə trikoroçki götürdüm. Sukariki. Tak biri 2 adet götürdüm trikoroçkini. Belə kızlar 5 adet trubочка götürdüm. Saqlaşonочka uşaqlar üçün götürdüm. Uşaqlar üçün deyirəm, bizdə xavər də, bir də xavər, bir də yoldaşım dietada deyil. Mənim oğlanlarım ikisi də, onlarda da inanırsınız uşaqlar o qədər sklonudurlar ki, kökəlməyə qarşı yazıq uşaqlar. Görün, böyük oğlan işdən gəlir oğlum, inan səhər naharını yeyir, amma o çörək yemir, lavaşla yeyir, yuxayla. Qorxur çörək yeməyi. Mən Azərbaycana gələndə mən görmürəm o çörək yesin. Bu da normadadır, stroynadır. Bir ara axşamlar işdən, səhərlər işdən gəlirdi, çünki gecələr işləyir. Gəlirdi, çox yeyirdi yemək həddindən artıq. Axşamlar da görürdüm, yeyir gedir. Biraz gördüm çəki yığıb. Ona dedim ki, sən heybət üzündən görünür, çəki yığmısan. Artıq özünü ələ aldı, o yaxşıdır, malades. Özünü ələ almağı bacarır. Məndən fərqli olaraq. Mən bacarmıram. Burada 2 ədəd belə yuxa götürdüm. Hem heybət üçün, hem özümə ait. Çünki Nurlan yemir bunlar. Nurlan da bugün mənə dedi ki, mən də diyetədəyəm. Bizim laf yaxşı, bax da. İkincisi. Sonra bunu yoldaşım almışdı, el maşında verdim elə. Lavaş. Təndir lavaşıdır bu. 3 tane çudalardı. Bir koydum, bir de 3'üdür. Belə Asyanlı peçenyeler aldım uşaqlara. Bunu xəbər sevmir, amma yəqin ki, Nurlan çay içər ondan. Onu yoldaşıma götürdüm. Çak-çak. Sevir çak-çakı. İnan o kadar ucuzdu. Krasno-Belada belə şey, abur-cuburlar. Monetkada biraz qiymət bahadır. Bu ikincisidir, kızlar dedim sizə. Xəbər bunu sevir. 2 adet götürdüm. Ve trikoroçkanın ikincisidir. Biri semgayla prendirdən. Bu birisi ise xalades xlemi. Sığ qarçişli. Sonra belə çay için araşkeleri götürdüm. Arahis demək glazurnidə, kunjutla. 30 neçə rublidir. Balacadır, amma ki baha da deyil. Sonra belə peçenyeler götürdüm kızlar cemlə. Yaşkina. Ümumiyyətlə Yaşkina firmasını sevirəm. Bakıda onda da mən Yaşkina istifadə edirdim. Onu çox alırdım. Çem sözün düzü mən Azərbaycanın vaflilərini ümumiyyətlə almırdım. Çünki qorxurdum palma yağından istifadə olunur deyə almırdım. Amma orada da mən bunlardan götürürdüm uşaqlara. Bir də belə bir dənə vafli götürdüm kızlar kruqlularındandır. Bunlar karamelləndir. İşte. O çörəkdən əlavə, o çörəklə bu çörəkdən əlavə bunlara mən verdim. 1200 rubli. Cəmi 24 manat. 24-25 manat hardasıdır. İşte 230 rubli idi. Ümumiyyətlə, demək ki, 25 manat hardasa mən xərclədim bu qədər şey. Məncə çox yaxşıdır, baha deyil, belə. Nəsə, bugün çay içməmişəm yeməkdən sonra. Çay içəcəm, amma ki, təbii ki, öz şirli paketimdən. Mənim ki, buradadır, görürsünüz. Ona görə indi hələ bu fistaşqalını götürərəm. Bunu götürüp çay içeceğim indi. Çayını belə kapat, indi qaynadı. Bugün narsız evdə elə bir iş görməmişəm. Xəbər durdu səhər. Onu mən qızlar öyrədirəm necə. Səhər uyanır, deyirəm Xəbər. Это твоя ежедневная рутина. Səhər durursun, başla, umuvalaş, yuyundun, yüzünü, gözünü, dişlərini təmizlədin, sonra gəlirsən, neyinirsən, pastilləri zaplat eləyirsən, evi pülososlayırsan, tozları alırsan. Bu onun işidir kızlar. Porядок eləyirsən zalda. Ümumiyyətlə, oğlanlar öz otaqlarına baxırlar. Mənim işim kuxnadadır, onun işi də oradadır. Mən sevmirəm uşağı izbalvat eləməyi. Uşaq 10 yaşı var onun. Mənim 10 yaşda qızlar, mən xəmir yoğururdum 10 yaşda. Mənim anam məni belə öyrəşdirmişdi, rəhmətli anam, Allah ölülərimizə rəhmət eləsin. Mamam belə öyrəşdirmişdi ki, xəmir vurmağı 10 yaşında mən də Xəvər kimi boylu buxunlu idim, amma mən hətta bədənli idim. Xəvər arıq qızdı, mən elə deyildim. Mən belə tel idim də, necə deyərlər. Ona görə də xəmir vururdum, yemək pişirirdim. Mənim anam mənə hər şey öyrətmişdi. Amma Xəvər onları bacarmır, heç qoymuram da. Yumurta, pomidor eləyə bilər sadəcə, belə
ayrı bir şey bacarmır, heç istəmirəm də. Çünki uşaqdır. Onu mən sobaya yaxın qoymuram. Amma təmizlik işlərini necə deyirlər, heç kəs atviniyat eləməyib. Ona görə də qız uşağı olsa da bacarmalıdır. Madonna da onun yaşında olanda, böyük qızım, o çox şeyləri bacarırdı, öyrətmişdim uşağa. Çünki mən 13 yaşı var idi Madonna'nın. Mən Xavərə, sizə bağışlayın, hamilə qaldım və inanın mən evdə yaşamırdım demək olar. Mən 9-a больницalarda olmuşam. Çünki Xavər mənim artıq 37-38 yaşım var idi, Xavər dünyaya gəlib. O yaş öz işini göstərirdi də qızlar. Ona görə də həm də ki mən çox artıq çəkili idim. Elə indi deyirəm, o vaxt mən ümumiyyətlə çox artıq çəkili idim. Uca bliska onun dünyaya gəlməyinə mən 130 kilo idim. Ona görə də mənim bütün köməklərimi Madonna eləyirdi. Madonna mənim yerimi də zapravlять eləyirdi, sərirdi, yığırdı uşaq. Bütün işlərimi Madonna görürdü. Ona görə də mən istəyirəm ki, qız uşağı hər şeyi bacarsın. Çünki bu onun gələcəyi üçün yaxşıdır. Mən bacarırdım. Amma mənə həyat işləri, mən kənd qızıyam qızlar. Amma mən kənd qızı olsam da, mən kəndə heç vaxt iş görməmişəm. Həyatda nəsə eləyim. Mənim mamam hətta kartoşka da əkəndə məni çağırardı həyətə, deyərdi ki, gəl birinci kartoşkanı qoy, get evə. Çünki mənim əlim bərəkətli idi deyə, yəni ki, yoxlayıblar ona görə. Bərəkətli idi deyə mənə deyirdi ki, birinci kartoşkanı qoy. Onlar qazırdılar torpağı. Birinci mən qoydum, gedirdim evə. Mənim evdə o vaxtı əsas işlərim o idi ki, xəmir yoğuranda mən xəmiri yoğururdum, yəni hazırlayırdım xəmiri. Amma ki, köndələməyi, təndirə yaxmağı mən bacarmırdım. Onu eləmədim də axıra kimi. Demək, yadımdadır bir dəfə mama mənə dedi ki, get qızım təndiri qala. Mən də baxmışdım o təndir necə qalır. Təndiri qaladım. Sonra dedi ki, get közləri yığ dedi. Yığışdır dedi. Mən də getdim közləri, təndirin o belə yeri var, açıq yeri. Həmin yerindən götürdüm, közləri çıxartdım bayra. Təndirin qabağını qoymuşam. Mamam da xəmiri göndəliyib, gəlib indi çörək yaxsın, təndirə yapsın. Gəlib baxır ki, təndirin içində heç nə yoxdur. Uğullar yoxdur da yəni. Belə baxdı, deyir, ay bala, hanı sən neynəmsən? Dedim, sən mənə dedin, yığ. Mən də yığdım da, götürdüm, çıxartdım, yığdım bayra. Bu qədər güldülər evdə mənə. Dedilər ki, bəs sən bundan sonra təndir başına göndərməyəcək. Lazım deyil. Mən həyat işləri görməzdim. Amma ev işlərini mən bacarırdım. Yadımdadır ki, mən hələ uşaq idim. Mən qoz peçenesini bişirmək öyrənmişdim. Mamam Rusiyadan gətirmişdi. Həmin onun dəmir qabını, məndə də var evdə indi. Həmin dəmir qabını gətirmişdi, o qoz tavasını. Mən onu jurnalda tapdım, o vaxtı gördüm. Bəs bunu necə bişirirlər, öyrəndim, bişirdim. Çıxartdım meydana, yadımdadır. Sevərdim elə işləri görməyi, amma ki, həyat işlərini yox. Həyatda nə bilim, əkin əkmək, ya əkin yığmaq, heç nə ümumiyyətlə. Həyatı süpürməyi də hətta mən eləməzdim. Amma qalan işləri bacarırdım. Dədə dediyim onda o söhbət ondan gedir ki, qız uşağı əgər burada xətə ev işlərini görməyi bacarmalıdır hardasa. Mən demirəm, Xavər balacadır hələ, 10 yaşı var. Dərsləri ilə çox maraqlanır, eləyir. Hətta bunu görürəm ki, Xavər musiqi məktəbi ilə o qədər də maraqlanmır qızlar. Artıq ikinci həftədir ki, mən onu məcbur eləmirəm. O da demir ki, məktəbə getmək lazımdır. Görürəm ki, onun musiqiyə marağı yoxdur. O musiqiyə çista bacısına görə istədi ki, bacısının gözündə böyüsün deyə ki, yəni bu da onun kimi can atır musiqiyə. Ona görə mən baxıram, görürəm ki, yox, Xavər yaxşı oxuyur. Bütün mənim 4 evladımın içində Xavər ən gözəl oxuyanıdır. Qəşəng qiymətlər alır, amma ki, musiqi Xavərin deyil. Ona görə də Madonna'ya dedim ki, sənin zapasında bir dənə də dedim, alət dedim, musiqi aləti dedim, meydana çıxdı. Onun skripkasını gətirəcəm sənin üçün dedim. Onu da öyrənəcəksən. Deyirəm, mama, lap yaxşı. Deyirəm ki, gitarası var, barabanı var, elektropiyanası var. İndi də skripkan aparacağım onun üçün. Deyirəm, evdə bir dənə ansambl düzəldəcəksən, hamısını öyrənəcəksən. Amma ki, Xavər onu götürmədi. O mənə deyir ki, mama, mən musiqidə 5 alıram fortepianoda. Fortepianoda, skripkada deyir, musiqi məktəbində 5 alıram. Amma mən onu görürəm ki, mən onu deməsəm ki, bugün məktəbə getmək lazımdır, Xavər onu eləmir. Oyanmır. Mən oyatsam da başlayır zırıldamağa ki, mama, ne хочу falan bəs məkən. Ona görə də şey eləmirəm, baş qoşmuram. İndi də qızlar, onlarda
Nitka üçün şəkil çəkmək istəyirlər. Demək, həm də xəbərin bu il выпускной olacaq. Demək ki, mənə dedi ki, mama, я хочу Wildberries-də mənə bir dənə paltar zakaz elə. Orada da ki, Delavo stil geyinməlidirlər. Demək, mən ona dedim ki, xəbər, sən elə məktəb paltarını, səndə platya var, qəşəng seri rəngdə məktəb paltarıdır. Sonra 2 ədəd rubaşkan var, şortikli yubqam, belə yubqa var, şalvar var. Dedi, yox, mən ayrı bir şey istəyirəm. Dedim, tutalım ki, indi mən bunu sənə alsam, sonra inşallah ki, sən onu hara geyinəcəksən də. Yəni, burada bu məktəb əgər Delavo stildirsə, onu məktəbə sən geyinə bilməyəcəksən. O ayrı bir şey olacaq. O məktəb paltarının rəngində olmayacaq. Çünki onu sevmir. O rəngi istəmir. Elə bir şey dedim, baxaq ki, sən onu adi günlərdə də məsələn, qəşəng hava olanda geyə biləsən. Nəysə qızlar, seçdik. Bir ağ kostyum seçdik onun üçün. Pencəkli, şalvarlı, ağ kostyum. Əvvəl cilitka ilə baxdıq, sonra dedim ki, yox, lütfü pijak olsun, qəşəng. Yayda da inşallah ki, onu geyinə bilər. O yubuçka ilə istədi qızlar, mən razı olmadım. Nəyə görə? Çünki Wildberries-dəki yubqalar həqiqətən qısadır. Mən düşündüm ki, əgər bunu Xəbər Bakıda geyinsə, Bakı küləklər şəhəridir. Bu yubqanı Bakıda geymək olmayacaq. Xəbər də uzun qızdır deyə ona uyğun gəlməyəcək. Ona görə də mən razı saldım şalvarlı ağ kostyuma. Bir də xasiyyətini gördüm, axşam bələd oldum ki, bu uşaq ümumiyyətlə vəzəkli bir şey istəmir. 10 yaş olmağına baxmayaraq, nə bir bantiki olmamalıdır, nə bir bəzəyi olmamalıdır ümumiyyətlə. Dedim mi, bax, ürəyi necə istəyir, elə. Nəsə belə qızlar, demək ki, sonra da mən özümə nakoniec-da ştativ zakaz eləmişəm. Bir dənə ştativ zakaz elədim, bir də Xəbərin kostyumunu zakaz elədim. Sabah ki, inşallah 18-də bunlar gələcəklər. İnşallah ki, ştatifi evin kənarında qoyub, nəsə iş görəndə mən çəkə bilərəm. Yoxsa belə, ümumiyyətlə, nə bilim, xoşum gəlmir. Mən indi qoymuşam, siz prosto təsəvvür elə bilmirsiniz, mən onu hara qoymuşam indi. Meyvə qabının üstündə iğnə qabı, iğnə qabının üstündə mök bankası, onun üstündə də telefon. Amma inşallah ki, ştativ gəlsin, normal bir şey çəkmək olar. Ev işlərində də nəsə eləyəndə göstərmək olar, belə. Nəsə qızlar, bugün çox baltat elədim. 17 dəqiqə, 18 dəqiqədir baltat eləyirəm. Düşünürəm ki, bəsdir. İnşallah ki, vlogun ardında çəkəcəyəm, belə. Qızlar, videonun ertəsi günü çəkirəm. Demək, bugün müqəddəs Ramazan günüdür qızlar. Hamınızın bayramını təbrik edirəm. Hamınıza gözəl-gözəl günlər arzulayıram. Bu müqəddəs Ramazan bayramı süfrələrimizə ruzi bərəkət, evlərimizə sevgi, məhəbbət, xeyirxahlıq ürəklərimizə gətirsin. Ölkəmizə mir, sülh, əmin-amanlıq gətirsin inşallah. Bütün dünyada sülh olsun. Heç bir yerdə müharibə olmasın. Allah Taala bizim qıldığımız namazları, bizim tutduğumuz oruçları qəbul eləsin inşallah ki. Vallahi inanırsınız, o qədər bugünkü gün sevincliyəm. Bugün Allah bizə nəsib eləyib ki, bu Ramazanı görməyi. Həqiqətən oruç tutmağı inanırsınız, ilk dəfədir ki, bu qədər mən sevinirəm. Allah Taala oruçlarımızı qəbul eləsin inşallah. Artıq saat 10'un yarısıdır. Mən də yemək bişirəm qızlar. Burada kələmi qoymuşam qızlar. Kələm indi dolma üçün qoymuşam, qaynayacaq. Burada soğanı qovururam. Bu da ətimdir. Demək, indi ətə düyü qataram və yavaş-yavaş dolmalarımı bükərəm. Mənim də Wildberries-dən zakazım gəlib. Xəbəri göndərəlim gedib gətirəcək. Həm də Xəbərin kostyumu gəlməlidir. Onu gözləyirik. Mənim ştativim gəlib, amma Xəbərin kostyumuna görə dayanmışam. Hələ gedib götürmür uşaq. Ona görə də birazdan onu göndərəcəyim. Görsəm gəlib. Belə, indi onu yatan yerdən oyadım. İşlərimi görüm. Bugün mən Madonna'nı da oyatdım səhər. Zəng elədim, o da oyandı. Oruç tutmağa. Sonra oğlum da mənlə tutdu, ikinci oğlum. Demək ki, orucu tutandan sonra göndərdim. Ona dedim, get namazını qıl. Bilirsiniz, biraz elə uşaqdan o problem eləmək lazımdır. Demək lazımdır da hər şey ona. Ona görə hər şeyi başa saldım. Nəyi eləmək lazımdır. Deməli, Ramazan qusulu vermək lazım idi hökmə. Axşam niyyət tutmaq lazım idi. Hamısını başa saldım. Mən də bunları heç o qədər də sözün düzü öyrənmirdim əvvəllər. İndi amma ki, mənə elə gəlir ki, artıq vaxtıdır. Qızlar, dolmam belə artıq hazırdır. Tarılkanı da qoymuşam üstündən ki, aşmasın da, yəni
Adətən dolmanın belə bişiririk. Yəqin ki, hamı belə eləyir. Çünki üstündən tarelka qoymayanda, hətta bir ağır bir şey qoyursan ki, dolmalar açılmasın, qaynayanda səpilməsin. Ona görə də bu formada elə indi ağzım qoyacağım, pişəcək. Saat 11-ə qalıb, Xavər də getdi Valbresə. Onun kostyumu da gəlib, şükür Allaha. O dünəndən uşaq perejvat edirdi, bir gün zadержаться olub. Qızlar, Xavər gətirdi zakazı. Bu mənim ştativimdir, indi açaram. İnanın, hələ bu mənim öz ştativimə oxşayır qızlar, mən baxmamışdım. Məndə də belə bir ştativ var idi, amma ki məndə qısa idi, həm də o, inanın ki, çəkəndə düşürdü aşağı. Qalmırdı da yerində, elə bir ki, zaydat eləmişdi, başa düşmürdüm. Bu yox, bu böyükdür, amma ona oxşayır elə. Eyni ona oxşayır, amma böyükdür. Bu 1 metr 20 santim, 1 metr bilmirəm nə qədərdir yazılıb. Üstündə yazılıb. Bunda şey də var. Syomka pult da yazılıb. Sonra 360 dərəcə fırlanır. Demək uzunluğunu mən başa düşmədim, amma o gün zakaz eləndə görmüşdüm. Baxaram, indi sizə göstərəcəyim. Bu da Xavərin qızlar kostyumudur. Bunu biraz yana qoyun. Üstü olmasın. Xavərin kostyumudur. Mən elə yadıma gəlirdi ki, biz pencəyli zakaz eləmişik. Amma şəkilə baxanda yadıma düşdü ki, gördüm ki, yox, biz pencəyli yox, ciletli zakaz eləmişik. Ciletka ilə, işte bu yayda da uşaq bunu geyinə bilsin. Bunun şalvarıdır. Mən elə gəlir böyük olacaq. Əynin onun. Belə talyasından yox. Amma uzunluğu. Xavər özü uzun qızdır. Baxaq da. Nəzikdir, yaxşıdır. Yayda geymək olar. Mənə elə əsas o idi ki, indi alırıqsa, təkcə onu bir mövsüm geyməsin də. Yəni, belə onu harada geyinəcək? Əgər onu pusmaya geyindi, Nitkaya geyindi, sonra hara geyinəcək bunu? Köynək belə çox böyük olmasın, çünki Xavər bədəncə hekə deyil, arıq qızdır. Belə bir şeydir qızlar. Bu belə, bir tərəfi belə valanlıdır qızlar. Всё. Geyindirim onu, bəlkə sizə göstərdim elə əynində. Qızlar, stativ yetəri qədər uzundur, məndən də hündürdür. Demək, haradasa 1,70 m var, yəni ki, uzunluğu. Normaldır. Belə. Qızlar, kostyum belə bir kostyumdur. Qayınız. Davud. Belə bir kostyumdur. Qəşəngdir məncə. Biraz mənə elə gəlir böyüdür. Xavər deyir ki, yox, böyük deyil. Yaya kimi Xavər hələ biraz da böyüyəcək inşallah ki. Qızlar, mən bugün tam kosmetikasızam. Çünki artıq bildiyiniz kimi Ramazan ayıdır. Vaxtında namazlarımızı qılmalıyıq. Ona görə də hər dəqiqə kosmetikanı mübadilə eləmək düzgün deyil. Bu da qızlar ştatifin zaryadkasıdır. Yəni bunun lampası var deyə, bu lampanı zaryadkaya qoymaq lazım olacaq. İndi mən bunu yandıracağım, əgər burada bacarsam. Bax, görmüşdüm. Görürsünüz, yəni ki, hiss edirsiniz. İşıq yanır. Belə. Нет, она и так, когда светло, даже включаешь, она чувствуется. Bu da bunun zaryadka yeridir, чтобы işığı zaryadkaya qoymağa. Belə xoşum gəldi, həqiqətən yaxşıdır qızlar. Həm hündürdür, bu tam hündürlüyü ilə açılmayıb. Xavər bunu biraz saldı aşağı, mən qaldırmışdım. Neyse qızlar, gedim özümü bir məşğuliyyət tapım. Çünki saat elə 11-dir. Demək, mən haradasa birazdan indi namaz vaxtım olacaq. İnşallah ki, namazımı qılaram. Yemək artıq bişir, rahatam. Həm də çox qoymuşam yeməyim ki, axşama da yemək çatsın. Belə. Neyse qızlar. Hava da şaxtalıdır qızlar. Çölə çıxmaq olmur. Evdə istəyirəm biraz addım eləyim. İnanın ki, fevral ayının 28-nə kimi, axırına kimi elə-belə şaxtalı olacaq. Hətta 39 dərəcəyə kimi şaxta bizdə qalxacaq. Ona görə də həyətə çıxmaq qeyri-mümkündür. Mart ayında çox ümid edirik ki, hava biraz düzələcək. Belə. Nəsə qızlar, istəyirəm elə burada videomu bitireyim. Çox uzun alınmasın deyə.
Çünkü mən dünən də çəkmişdim. Bugünkünü də əlavə edəcəm. Belə qızlar. Nəysə, bir daha hamınızı təbrik edirəm. Gözəl bayram münasibətilə gözəl günlər Allah Taala nəsib eləsin inşallah hamımıza inşallah.